Səfər bəy, belə o haqda sual vermək istəyirdim. Türkiyə bir dövlət olaraq İranın parçalanmasını istər. Kim deyir? Nəyə görə? Çünki burada Kürt regionu var İran ərazisində. O Kürt regionu təzədən birləşəcək İraqdakı Kürt regionuna. Oranda idarə edən İsraildir. Yani böyle çıkıyor ki Kürtler birleşecek değil, biz parçalanmış şekilde kalmalıyız. Bundan mantıklı. Təhcə birləşməkdən deyil. Neden değil? Orada belə deyək də İsrailin proxy qüvvəsi. Bu bir yanlış bir meseledir ki, deyirlər ki, İran parçalansa növbə Türkiye'nin böyle şey tadı yoktur. İran'daki vəziyyətin Türkiye'deki vəziyyət analog təşkil edəmir. Ki deyək ki, burada bu baş verirse, burada da bu baş verecek. İran'daki hadise Hindistan'ın parçalanması için nümune götürülebilir. Ona göre de ben düşünmüyorum ki İran parçalansın, Türkiye'de parçalansın. Böyle bir şey de yoktur. Katiyen. Evvela Türkiye böyle bir nəhəng imperiyaydı. İran hiç vakit imperiya olmuyor ki. Səfərlərin vaxtını demirəm. Yani bu İkincisi de Cənubi Azərbaycanın müstəqilləşməsi Türkiye'nin bütün Türk dünyasında tam birləşməsidir. İndi Xəzərdən istəyirik yol çəkək. Ama bak Cənubi Azərbaycan birləşsə birbaşa da bizim Zəngəzur yolunun ne ihtiyacı mesela şunu derim mi? 1000 tane yol çekidə bilərsən varsa bütün Türk dünyası vahid bir plastam olacaq. Quru sərhədlər olacaq. Əslində bu İranın özü minidi kişilər idarə edir. İran'ı idarə edən kardeşim bak bizim en büyük sağımız nədir? İran bir coğrafi addır. Siyasi ad kimi 1924-cü ildə meydana çıxır. Və bunun da əvvəllər Avropa fəlsəfəsi və tarixində İran sözü getmir. Persiya sözü gedir. Məsələn, Hegel dünya tarixini iki yerə bölür. Persiya tarixi, Roma tarixi. Persiya tarixi nəyə adlıdır? Yaponiyanın tarixini, Çinin tarixini, Hindistan tarixini Persiya tarixi kimi şəhər edir. Roma tarixini, Amerikanın, Afrikanın, tarixini iki tane yere bölür dünyanın. Çünkü niye? Avropalılarda qədim Romadan gəlmə böyle bir şey vardı. O vaxt ki Roma ilə üzə gəlmişdi. O vaxtdan tarixi bu cür şərq və qərb bölür. Birinin adını qoyub Persiya. Əvvəla Persiyanın İranlara aidiyyatı yoxdur. Yani Persiya bərabərdir, İran gülüşdür. İkincisi, İran bir coğrafyadır. Kiçik bir arazi var. Bu da Fas'tan yaşadığı arazidir. İran adını 1924-cü ildə bu dövlətə, ona görə bu dövlət olub Qazariya. Ondan qabaq olur Əfrələr İmperiyası, ondan olur Səfavilər, ondan sonra Səlcuqlar. Yani dünya tarixində İran dövləti adında dövlət olmayıb. Evet. Ha İran coğrafyası var, bir de Azərbaycan coğrafyası var, bir de Xuzistan var, bir de bu bir coğrafyadır. Ha bu da dövlət yaratmaq istəyirlərsə, Farslar orada yıxışıb öz dövlətlərini elan edə bilərlər. Yəni həmin coğrafyanın adıyla. Bəzi dövlətlər xalqın adıylandır, mesela Özbəkistan. Özbəklər hökmdarın adıylandır. Qazaxıstan Qazax xalqın adıylandır. Yani ya hökmdarın adıyla ola bilərsə, mesela Moğollar o vaxtı Babürlər də deyirlər, Babürün adıyla. Ya siyasi coğrafyayla bağlı əlaqələndirəcək, ya da bir xalqın adıyla əlaqələndirə bilərsən dövləti. Yəni burada indiki halda İran özü bir söz olarak hiç ifade eden bu sünni uydurulmuş siyasi bir termindir ve Qazariyadan sonra orada yaradılmış bir hakimiyet. Yok uydurmuyor. Bu arada İran adında bir arazi var. İndiyə qədər olmamışdı yaxın. Yani... Həmişə olur. İran arazi. Necə olmuyor? Bu bütün coğrafyanın adı var da, bu dağın adı var, çayın adı var, düzenliğin adı var. Oranın adı İran'dır da. Hansı ərazi? Bu indiki şey var, Faslar yaşayır ha. O ərazinin adı İran'dır. İran ərazisi, ərazinin adı. Bizim Azərbaycan türklərin yaşadığı ərazinin de böyük bir hissəsinin adı Azərbaycandır. Azərbaycan bizdə siyasi addır. Şimali Azərbaycan adındaki Azərbaycan ise Cənubi Azərbaycan değil ya. Orada Azərbaycan coğrafyadır. Bütün Türklerin, Azərbaycan Türklerin yaşadığı coğrafyadır. İran özü bir coğrafi adı, siyasi adı değil. Bir o devlet adı, bir o coğrafyanın adı. Mesela Ermənistan'da da eyni adamlar yanlışlığa düşürlər. Bir var Ermənistan coğrafyası, bir de Ermənistan devleti. Ona göre Ermeniler değil ki biz böyük Ermeni devlet yaptık. Çünkü niye? Bunlar öyle düşünüyor ki Ermeni coğrafyasıyla Ermeni devleti eyni, böyle değil. Ermeni coğrafyasında 100 tane devlet yaranabilir. Kimse bu?
O demek değil ki bütün bir arazi Ermeni oldu. Çünkü niye? Ermeni sözüyle Ermeni halkının adında arazi yoktu. Ondan o adı götürüp onların öz adı Hay'dı. Hayistan denilen bir arazi yoktu ki. Ermənistan adında arazi var. Ermeniye deyirlər. Ərəblər Ermeniye deyir. O Ermeniler de Türk xalqların ora verdiği addır. Ha orada da Ermeniler gelip bir kiçik devlet yaptılar. Bu da fırıldaq nədir? Tarixi özür. Mesela Faslar da belədir. Faslar Persiya, Daran tarixini öz adlarına çıxılır. Halbuki Faslarla Daranın vaxtındakı Perslərin arasında genetik əlaqə yoxdur. Hiçbir genetik əlaqə yoxdur. Onların daha çok Suriye ve Irak arasında olublar. Bəli. Yani bu hissede burada öyle bir şeyler yok. Hatta o hissede olublar. Bir kadın halktı, var o vaxtda Lübeyler vardı, Şömerler vardı, Akkatı, hansı ki bugün onları yoktu. İndi gətirin Fas'ta bir tane Fas'tandı ki, Perslerle özlerini istəyirlər öğrendirsinler, özlerini böyle bir halk kimi takdim ederler, böyle bir şey yoktu. Ona göre İran bir coğrafyada, o coğrafya devlet yaratmak istəyirsə, o Fas'tan yaşadığı coğrafyanın adı İran'dır. Ama geride kalan araziler, İran'ın hiçbir adeti yoktu coğrafi olarak. Şimdi devlet kimi de 24'ünde bu da Rusya'nın tercihiyle mi bilərsən? İran şahı Aryans koymak istəyib, bu indiki bu devlet, bunun adı Aryans koymak istəyib. Yani Aryaların ülkesi. Bunlar özlerini Arya hesap edirlər. Onda Rus deyir ki, bu Azerbaycanlılar sonra bundan istifadə edir Türkler. Siz öylən ki, bu Azerbaycan'da qatıcısı ne var? Ona bir devletin bu da İran. Şimdi adı ne demek istəyir? Bu Kələbey, bu devletin adını Rusya bu. Orada takip edirlər. Hem Pəhləvini gətirib, Pəhləvi kimidir? Pəhləvi İran'da olan Rus Kazak dəstəsinin komandırıydı, general. Polkovnik. General olub. Sonra gedib orada üsyan olub Əhməd Şaha qarşı. Gedib orada müdafiə naziri olub, sonra baş naziri olub Əhməd Şaha, İngilizlər oradan alladıb. Çıxadıblar, hakimiyyəti alıb ala. Bu hadisədə böyle, hamısı da Rusiyanın, İngiltər, Fransa'nın ortak planına esasında olubdu bu şey. Orada xalq qalxır, Azərbaycan Türklərini hakimiyyətdən uzaqlaşdırmıyor. Hatta bayrağımız o indiki bayraq ki qaldı. Bəli, o da O Qacariyə dövlətin. Aydın mesela Türklerin bayrağıdır, değil mi? Türklerin bayrağı. Ya o bu indiki Pəhləvlərin bayrağı. Yok, bunun Pəhləvlərə aidəti yoxdur. Çünki Ne Pəhləvlərə, ne Sasanlar, ne de Əhmənilərə aidəti yoxdur. Bu Azərbaycan Türklərinin simvollarıdır. Ta Nadir'in de bayrağında var, Qacarlarda var vs. Yani o bəzi adamlar elə fikirləşir ki, o bayraq. Yani, Kimlə fikirləşsin? həm də biz məlumat veririk ki, elə deyək də bilsinlər. O başqa məsələ. Siz bu hal-hazırdakı proseslərin, yəni məğlubiyyətlə nəticələcəyini görürsünüz. Hansı? Bu etirazların. İran'da bir şey var. İran'daki bu itirazların iki tane büyük kusuru var. Bir, təşkilat yoktu. İki, şuar yoktu. Bak çıkıblar küçüğe. Biri şart değil. Biri diktatör ölüm değil. Biri bu cürə müxtəlif məqsəddə güdən adamlar hiçbir şey nail ola bilməzlər. Hərəkətlər haqqında nəzəriyyə vardır. Siyasi hərəkətli, ictimai hərəkətlər bir dənə şuar qoya bilər. Məsələn, İranda dünyavi dövlət yaratmaq. Bütün onda bir təşkilatı var. Bugün İranda bu ki aktlar var. Bunun təşkilatı yoxdur. Elə internetdən körtə bir sıxıcı elə. Bak interneti bağlayan kimi İranda da hadisələr zəiflədi. Ona göre de bu hadisələrin İranda ama bir şey var. İran növbəti aksiyalardan sığortalanmıyor. Eğer Amerika müdaxilə edib İranda vəziyyəti dəyişməsə, növbətdə bundan güclü, bundan qanlı, bundan da dəhşətli atacaq İranlar. Çünkü başka bir mümkün değil. Devletlerin inkişaf nəzəriyyəsi var. Cəmiyyətin inkişaf qanunu uyğunluqları. İran nədir? Demək ya dövlətdir ya da cəmiyyətdir. Eğer cəmiyyət və dövlət ise onda qanunlara tabidir. Sosyologiyada deyir ki, bu cürə konservativ siyasətinin hiçbir dövlət uzun müddət ayaqda qala bilməz. Cəmiyyət dəyişir, dünya dəyişir, sən də dəyişməlisən. İranda da dəyişmə fikirləri yoxdur.